Azərbaycan çempionatında zirvə uğrunda döyüş. Sabah Qarabağa qarşı. Siz kanalımıza abunə olun, biz isə maçın analizinə keçək. İlk öncə qeyd edək ki, birinci dövrə bitdikdən sonra bizim hər iki komanda ilə bağlı ayrıca detallı analiz videomuz olacaq. Amma hazırda isə gəlin sadəcə bu oyuna fokus olaq və başa düşməyə çalışaq ki, niyə bu komandaların görüşü bəlkə də Azərbaycan çempionatının birinci dövrəsində baş tutacaq ən yüksək səviyyəli bir dueldir. İlk öncə əlbəttə ki, heç yerə getməmiş turnir cədvəlinə baxmağımız kifayət edir ki, bəsit statistika vasitəsilə başa düşək ki, bu iki komanda digərlərindən artıq kifayət qədər fərqi açmağa başlayıblar. Belə ki, bu həm hər iki komandanın vurulan, buraxılan top fərqinin 2 rəqəmli olmasındadır. Çünki başqa belə bir komanda yoxdur Azərbaycan çempionatında. Üstəlik hər iki komanda cəmi 7 qol buraxıb və sadəcə Qarabağ 29, Sabah isə 24 dəfə fərqlənib. Əbəs yerə deyil ki, əlbəttə ki, məntiqi olaraq da ki, çempionatın bombazirlərinin əksəriyyəti burada oynayır. Çempionatda hazırda qol kralı olan Mikels 8 dəfə fərqlənib. Onunla yanaşı eyni zamanda Sabahın avqustun sonu transferlərindən biri Velko Simic də rəqib qapısını 5 dəfə sirkələyib. Paralel olaraq Qarabağda çox maraqlı, unikal bir bombardier var. Toral Bayramovdur, hansı ki, əsasən sol cinah müdafiəçidir, amma ölü toplarda Toral olduqca effektlidir və əlbəttə ki, Araz Naxçıvanlı oyunlarda. Oyunun birbaşa analizə keçməmişdən öncə Sabah komandasında baş verən kadr dəyişikliklərini qeyd etmək lazımdır. Xatırlayırsınızsa, ötən mövsümün sonunda Kubokun finalında Qarabağı dramatik şəkildə Kubokun finalında məğlub edərək Avropaya vəsiqə qazanan Sabah bunu Vasili Berezutski etdi, amma sonradan Vasili Berezutski ailə problemləri səbəbindən komandanı tərk etdi və Sabah Avropa Liqasının seçmə mərhələsində Celje ilə oyuna hazırlaşarkən hələ məhkişi axtarışındaydı və Dambrauskası yenicə gətirmişdi. Əbəs yerə deyil ki, çempionatın əvvəlində Sabah bir qədər özünü axtarırdı. Dambrauskas müxtəlif heyətləri dəniyirdi. Amma ədalət naminə qeyd edək ki, Litvalı mütəxəssis çox tez şəkildə, çox sürətli bir şəkildə və yay transfer pəncərəsinin sonunda da xüsusilə sol cinah vingeri Mavoda və sağ cinah vingeri və bəzən də 10 nömrə mövqeyində oynayan Simicin transferləri sayəsində komanda bir qədər özünü toparlaya bildi və son 11 görüşdə Sabah klubu 8 dəfə qələbə qazanıb və hər oyundan oyuna komanda olduqca ciddi klub təsiri bağışlayır və bizim o Avropada Qarabağdan sonra ikinci komandamız olsun deyə, həmin o ikinci komandaya bir nömrəli namizəddir bu dəqiqədə. Amma gəlin indi başa düşməyə çalışaq ki, Dambrauskos özü komandada nələri dəyişib və necə işləyir. Əlbəttə ki, Qarabağı çoxunuz tanıyırsınız. Ona görə biz bir qədər uzun müddətli Sabahın əsas heyətində, build-up'ında fokus olacaq. Belə ki, komandanın əsas qapıçısı Pokatilovdur. Müdafiə mərkəzi olduqca maraqlıdır. Müdafiə mərkəzində mərkəz sol cinah müdafiəçisi mövqeyində Nogueira oynayır. Baxmayaraq ki, sağ ayaqdır. Mərkəz sağ cinah mövqeyində Steve Solvet oynayır. Steve Solvet də komandanın yay transferlərindən biridir və komandanın olduqca uğurlu seleksiya işinin göstəricisidir. Çünki bizim fikrimizcə Qarabağ istisna olmaqla Azərbaycan çempionatının ən yaxşı mərkəz müdafiəçisi məhz Solvetdir. Solvet bir qədər sərt oyuna və riskli oyuna meyl etsə də, həm müdafiə planında, həm də ki, hücuma olan qatqısında çox faydalıdır. Belə ki, Steve Solveti biz hardaysa Inigo Martinezlə müqayisə edə bilərik. Dambrauskasın müdafiə xəttini qaldırıb düşürtməsində Solvet fundamental rol oynayır. Eyni zamanda Solvet müdafiə xəttinin açıq lideridir. Əgər Sabahın oyunlarına baxsaz görürsünüz ki, o daima bütün müdafiəçiləri idarə edir. Xüsusilə bu vacib rol oynayır Sabahın cinah müdafiəçilərinin hücuma gedib arxaya qayıtmasında və əbəs yerə deyil ki, belə bir maraqlı bir statistika var ki, bu 14 nömrəli zona sayılır. Yəni öz komandanın öz qapısında buraxa biləcəyi ən təhlükəli mövqe. Hardan ki, bu arada Qarabağ ilk 2 qolu Ajaxdan buraxdı. Həmin mövqedə Azərbaycan çempionatında hələ ki ən çox duel tutmuş müdafiəçidir. Solvetin 54 qalib gəldiyi duel var. Bu duellər fərqli duellər olur. Hava uğrunda mübarizə, sadəcə olaraq driblinglə keçmək cəhdi və onun qarşısını almaq. Düzdür, Solvet həmin duellərin 21-ni də uduzub, amma bunun heç bir önəmi yoxdur. Nəzərə alsaq ki, komanda arxada əgər kifayət qədər sığortalanırsa, bu o qədər də fatal nəticəyə gətirib çıxarmayıb və o bir faktı da gözdən çıxarmayaq ki, Sabah cəmi 7 qol buraxıb. Daha bir Qarabağla müqayisə etmək üçün, Medina və Bəhlul Mustafazadə səviyyəsindən bir növ müqayisə etmək üçün belə bir statistikanı diqqətinizə çatdırım ki, Solvet müdafiə planlı mübarizələrin 72%-də uğur qazanıb. Kevin Medina da bu 70
Bəhlul Mustafazadə isə bu 66%dir. Gördüyünüz kimi hardasa top səviyyədədir. Nəzərə alaq ki, Qarabağ Azərbaycan çempionatının dominant, hegemon komandasıdır. Yəni Qarabağ özünün bu zonasında daha az vaxt keçirir, nəinki Sabah. Sabah yavaş-yavaş hər millilərin pauzasından sonra sərgilədiyi oyunda göstərir ki, komanda öz oyunları daxilində rəqiblərinə qarşı öz xüsusilə ikinci hissənin əvvəlindən dominasiya etməyə çalışır. Amma yenə də bu metrikdə əlbəttə ki, Qarabağla bir növ müqayisə etdikdə Sabah daha çox arxada vaxt keçirir və bu da əlbəttə ki, Sovetin önəmini bir daha vurğulayır. Çox özəl və mən də deyərdim ki, Dambrauskasın iki böyük dəyişikliklərindən biri cinah müdafiəçilərinin oyunudur. Bir tərəfdən Sabahın iki çox fərqli, amma bir-birini yaxşı tamamlayan cinah müdafiəçiləri var. Bir tərəfdən bu Puxaçdır. Sol cinah müdafiəçisi Puxaç özünün aqressiv stili ilə, üslubu ilə seçilir. Sağ cinahda oynayan Zedatka isə daha çox balansı qoruyur. Məsəl üçün, əgər Puxaç yuxarı qalxırsa və biz bunu Sabah haqqında ayrıca videomuzda onun build-up'ında göstərəcəyik. Məsəl üçün, Zedatka arxada qalır. Əgər rəqib avtobus parkovka edirsə, onda Zedatka ikinci dalğa kimi qoşulur. Komanda adətən sol cinahdan rəqibin qapısına cinah yükləməsi etməyə çalışır və bu zaman əlbəttə ki, əgər sol cinaha həddindən artıq diqqət yönəldilirsə, məsəl üçün Neftçi ilə maçda Zedatkanın vurduğu bu qolda gördüyümüz kimi sağ cinah müdafiəçisi içəri gələrək ikinci hücum dalğasında bir növ təhlükə yaratmağa cəhd edir. Yarım müdafiəni bir anlıq unudaraq hücuma fokus olsaq, Sabahın çox yaxşı işləyən hücum xətti var. Dambrauskasın ikinci unikal gedişi Mikkelsi cinah vingerindən yanlış və ya yalançı 9 nömrə mövqeyində oynatmasıdır və bu element çempionatın əvvəlində hardasa çiğ idisə, indi çox yaxşı şəkildə işləyir və biz bir neçə nümunə göstərəcəyik ki, harda ki bu olduqca effektiv şəkildə özünü doğruldur. Cinahlarda adətən burada Maludadır. Maluda sürətlə driblinqi bacarır və bu elementə komanda üstünlük verir. Sağ cinahda isə Serbiyalı Veljko Simićdir. Veljko Simić zaman-zaman lazım olanda 10 nömrə mövqeyində oynayır. Zaman-zaman lazım olanda hücum zamanı ikinci adam cərmə meydançasında olur Mikkelslə yanaşı. Amma onu da xatırladaq ki, Mikkels yanlış 9 nömrədir və biz onu da göstərəcəyik ki, bu yanlış 9 nömrə cinah vingerlərinin mövqelərindən necə təsir edir. Bundan əlavə Xəyal Əliyev də bəzən sağ cinah vingeri funksiyasının öhdəsindən gəlir. Haçan ki, Simić 10 nömrə mövqeyində sınanır. Yəni Sabahın hücum xətti kifayət qədər oturuşmuşdur, kifayət qədər sabitdir və biz hücum xəttindən nəyi necə edəcəyini gözləyirik hardasa. Sabahın Qarabağla maça orta sahəsi olduqca bizə maraqlıdır. Çünki Dambrauskasın oyun stili elədir ki, Litvalı mütəxəssis adətən üçlü yarım müdafiəsini 1-6 nömrə, 2-8 nömrədən təşkil edir. Bəzən olur ki, onların ikisi hardasa 6-8 nömrə, biri oyunçu isə məsələn burada Simić olanda 8-10 nömrə olur və hətta deyərdim 10 nömrə olur. Çünki Simić cinah vingeridir və daha çox hücuma meyilli plan ilə seçilir. Qarabağlı oyunda bizim gözləntimiz ondan ibarətdir ki, komanda burada bir qədər konservativ olacaq və hətta indi baxın gördüyümüz kimi deməzdik klassik double pivot olacaq, yəni klassik müdafiə meyilli dayaq yan müdafiəçisi olacaq, amma hardasa rəqibi saxlamağa meyilli bir orta sahəyə malik olacaq. Biz burada Lepinitsa ilə yanaşı İsayev və ya Xaybullayevi görə bilərik oyunun əvvəlində. Bundan əlavə 10 nömrə mövqeyi və ya 8-10 nömrə mövqeyində kimin tutacağı maraqlıdır. Çünki Umar Rahmanaliyev də olduqca effektiv şəkildə sol yarım cinahda oynayır. Yəni bizim gözləntimiz ondan ibarətdir ki, Dambrauskas ortada bir qədər praqmatik oynayacaq. İstisna etmirəm ki, Turan Tovuzla olduğu kimi komanda 4-3-3 və 4-2-3 taktikasında görünsə də əslində komanda oynatdığı taktika 4-4-1-1 idi. Əsas məqsəd Turan Tovuzu oyunu meydanın mərkəzində məğlub etmək idi. O biri Simić idi, o birisi isə Mikkels idi. Cinahlardan əlbəttə ki, Maluda əvvəlcə ortada otursa da o tez-tez hücuma meyl edirdi. Xəyal Əliyev isə biraz balanslı oynayırdı. Bu arada Xəyal Əliyevin universallığı ondan ibarətdir ki, o şərti 8-10 nömrə mövqeyində də oynaya bilər və Qarabağla maçda bir tandemə, bir cütlüyə fikir vermək istəyirəm. Bu Simić ilə Mikkelsin arasında olan artıq formalaşan, telepatikləşməyə doğru gedən oyun əlaqəsidir. Gəlin bir neçə epizodun dili ilə qısa şəkildə bunu başa düşməyə çalışaq. Və bu epizodu göstərməmişdən əvvəl bir qeyd etmək istəyərdim ki, komanda topsuz olduqda adətən 4-4-2 taktikası ilə müdafiə olunur. Burada Mikkelslə yanaşı mövqeyindən asılı olmayaraq, yəni sağ cinah vingeri və ya 10 nömrə mövqeyindən asılı olmayaraq məhz Simić
o Mikyas ikilini formalaşdırır. Əsas məqsəd də əlbəttə ki, klassik olaraq ondan ibarətdir ki, rəqibi məcbur etsin ki, rəqib burada 3 oyunçu saxlasın və topu alacağı təqdirdə birdən çox opsiyası olsun. Çünki baxmayaraq ki, rəqibin durumundan, statusundan asılı olaraq əgər bir oyunçu varsa, onda 2 oyunçu və birbaşa və bir oyunçu da əlavə sığortalayarsa, çox rahat şəkildə onu neytrallaşdırmaq olar. Amma 2 oyunçu özə ikisi də, hər ikisi də dinamikdir, heç bir Taran tipli, klassik topu özünə alan Lukaku stilli bir oyunçu deyil. Ona görə Sabahın əks hücumları zamanı bu onlara çox böyük bir kömək edir. Gəlin 2 nümunəyə baxaq bunun üçün. Birincidə baxın Neftçi ilə maçdan rəqib topu itirir və sürətli əks hücum deyərdim baş tutur və bu əks hücum zamanı əlbəttə ki, Simic həmin o 2 oyunçudan biridir. Sadəcə buradan biraz bəxti gətirmir ki, qol vura bilmir. Daha bir epizodda isə Sabahın çox yaxşı bacardığı bir elementdən Buraskasın dövründə xətt kəsici paslar, hansı Qarabağla da effektiv ola bilər və burada Simic Mikyasa assistentlik edir. Əlbəttə ki, Mikyasla bağlı son bir qeydi mən ekranı dondurub göstərmək istəyirəm. Baxın bu epizodda Tovuzun Turan komandasına vurulan qoldur. Burada biz Mikyasın klassik yalançı 9 nömrə funksiyasını yerinə yetirdiyini görürük. Birinci oyunçu olaraq əlbəttə ki, əsas olaraq burada zaten oyunçuların mövqelərini dəyişməsi, mövqelərini tutmasının triggeri əlbəttə ki, həmin o 9 nömrədir. Mikyas sağ cinah vingeri mövqeyinə keçib, sağ cinah vingeri mövqeyində oynayan Xəyal Əliyev Mikyasın şərti olaraq mövqeyini tutub və 10 nömrə mövqeyində oynayan Simic isə sol cinaha çəkilib ki, rəqibin müdafiəsini mümkün qədər aralasın və burada Xəyalın, baxın bu epizoda tam baxdığımızda Xəyalın olduqca intellektual aşağı düşməyini görürük ki, Turanın 2 müdafiəçisini özü ilə çəkir, Simic üçün pas alanını açır və bir növ bu FIFA dilində desək one-two, yəni 1-2 Mikyasla Simic edərək Mikyas özü qol vəziyyətinə çıxır və fərqlənir. Komandalar bir-birini necə cəzalandırıb qol epizodları yarada bilər. Bundan öncə gəlin qısaca Qarabağın üstündən keçək. Bildiyimiz kimi Qarabağ Çempionlar Liqası və ya Avroliqa mövcud olduğu dönəmdə 2 reallıqda yaşayır. Biri Avropa reallığı, o birisi isə Azərbaycan reallığı və buna uyğun da heyətini adətən cilalayır. Lakin nəzərə alaq ki, ilk öncə Qarabağın Çempionlar Liqası macərasında hələ ki pauzadır. İkinci bu oyunun önəmi. Ona görə bizim fikrimizcə Qarabağın, məsələn, 2 misal götürək. Bir tərəfdən Arazla meydana buraxdığı heyət, hardakı birdən-birə 3 forvard var idi. Orada Nəriman Axundzadə nominal olaraq sağ cinah vingeri funksiyasını yerinə yetirirdi. Duran bir növ hardasa 10 nömrə mövqeyində idi və Musa Qurbanlı hücum mövqeyində idi. Yəqin ki, bu avanturanı Qurban Qurbanov Sabahla maçda tətbiq etməyəcək. Çünki Sabah kimi sistematik komandaya qarşı bu formasiya, belə hücum qurmaq, build-up ümumiyyətlə iflasa uğraya bilər. Çünki Sabahın kifayət qədər belə kəsərsiz qurucu oyunu neytrallaşdırmaq alətləri var. Əvəzində isə biz Qarabağın hardasa Ajaxla meydana buraxdığı heyətin oxşarını gözləyirik. Burada əlbəttə ki, hər kəs aydındır. Müdafiədə əgər Medinada sağlığı ilə bağlı problem olmazsa, Medina ilə bəhlul olacaq. Sağ cinah Matej Ştivadır. Sol cinahda çox güman ki, Elvin Cəfərquliyev öz mövqeyində olacaq. Hücumlara qaldıqda nəzərə alaq ki, Qurban Qurbanov inadkarlıqla Zubiri 10 nömrə mövqeyində görür. Ona görə çox güman ki, Emanuel Addayev sol cinah vingeri, sağ cinah vingeri Leandro Andrade olacaq və hücumun sivri ucundan qarşıya qoyulan tapşırıqdan asılı olaraq Camilo Duran və ya Nəriman Axundzadə oynaya bilər. Amma ən maraqlı gediş burada olacaq. Biz Ajaxla maçda çox geniş şəkildə maç sonrası analizimizdə qeyd edirdik ki, Qarabağın ortasının işləməməsini və Ajaxla maçdakı iflasın əsas səbəbi əlbəttə ki, ortada nominal 8 nömrə olan Yankovicin çiyinlərinə həddindən artıq yükün düşməsi və rəqibin onu sayazlığında, yəni Qarabağın ikili bir növ double pivot mövqeyini 3 oyunçu ilə eksploatasiya etməsi idi. Sabahdan biz eyni dərəcədə təzyiq gözləmirik. Amma yenə də Qurban Qurbanov bu oyuna yəqin ki, korreksiyalar edəcək. Yankovicin çətinlik çəkə biləcəyi yeganə ssenari zaten Ajax oyunda aşkar görüldü. Əgər komanda, rəqib ortadan intensiv pressinglə gəlirsə, üstəlik rəqib man markingə əl atırsa, bu zaman əlbəttə ki, Yankovicin problemləri yarana bilir. Əks halda isə Yankovic kifayət qədər o özünün hücuma meyilli oyunda o azad rəssam beyni ilə komandaya qat-qat çox fayda verir, nəinki komandaya ziyan verir. Yenə də nəzərə alsaq ki, əgər bu oyun konservativ oyun yanaşması olacaq təqdirdə hər iki komanda ortasını bir qədər sığortalamağa çalışacaq, həddindən artıq açıq qoymamağa çalışacaq. Çünki
Sabahın baxmayaraq ki, cinahları çox yaxşı işləkdir, onların hamısını təmin edən element məhz ortadakı üstünlüyüdür, ortadakı oyunun sistematikliyi idi və nəzərə alaq ki, bayaq qeyd etdiyimiz kimi də Dambrauskasın əlində kifayət qədər oxşar və eyni zamanda fərqli tipajlı futbolçular var ki, Qarabağın ortasını istismar etməyə çalışsın. Sonda gəlin başa düşməyə çalışaq ki, Sabah Qarabağı necə məğlub edə bilər, bu nə qədər realdır və ya Qarabağ Sabahı necə incidə bilər. Sabahın əlbəttə ki, ən böyük çətinliyi ondan ibarət olacaq ki, komanda hələ bu səviyyəli rəqiblə qarşılaşmayıb. Yəni Azərbaycan çempionatı səviyyəsində Qarabağ çox ciddi hegemondur. Yəni başqa klublardan birbaş üstündür. Əbəs yerə deyil ki, Qarabağ Azərbaycan çempionatının daimi çempiyonudur və ona görə də Qarabağın tətbiq edə biləcəyi təzyiq, oyunçuların səviyyəsi, Qarabağın hücuma meyilli futbolu Sabahın işini çətinə sala bilər və Sabahın bu günə qədər qarşılaşmadığı bir müqavimət səviyyəsi olacaq. Bəziləriniz əlbəttə ki, bunu Sabahın hardasa Levski ilə matçı ilə müqayisə edə bilər, amma mən o maçla müqayisə etməzdim. Çünki Levski ilə Sabah məğlub olanda, mübarizəni kənarlaşdıranda həmin dövrdə komanda layiqli olaraq imişli ilə bacarmayıb ona məğlub olurdu. İndiki komanda qat-qat daha irəliləmiş, qat-qat daha bir növ təkamüldə irəlidə olan bir komandadır. Sabah Qarabağı necə cəzalandıra bilər? Bayaq dediyimizə əlavə olaraq əlbəttə ki, əgər Qarabağın mərkəz yarımdafiə oyunçularını mən markinqə məruz qoysa, xüsusilə bu mövqedə oynayacağı təqdirdə Yankoviçi, digər əsas sual Dambrauskasın bu maça nə qədər taktiki cəhətdən cəsarətli yoxsa konservativ yanaşmasıdır. Çünki Sabahın əsas hücum dalğası Qarabağda necə ki sol cinahdır, Sabahın da sol cinahıdır. Burada Puxaç inanılmaz fundamental rol oynayır. Puxaçın adətən oyun mövqeyi hardasa belə realistik versək buradadır. Ümumi oyunun əksər fazasında. Amma bu o demək olar ki, Leandro Andrade üçün kifayət qədər texnikalı və usta futbolçu üçün kifayət qədər alan yaranır, məkan yaranır. Onu kim kompensasiya edəcək? Variantlardan biri əlbəttə ki, Umarəli Rəxmanəliyevin Leandro Andrade ilə birə-bir oynamasıdır. Bir növ mərkəz müdafiəçilərinə kömək etmək cəhdidir. İkinci tərəfdən əlbəttə ki, Sabahın sağ cinahının, Zedatkanın oyunundan çox şanslı olacaq. Zedatka mövsümün əvvəlində Avropadakı oyunlarda ciddi təzyiq altında bir qədər əzilirdi, amma indi də oyunçu yenicə zədədən qayıdıb, təsadüfən Neftçi ilə maçda ilk dəfə olaraq əsas heyətdə yer aldı. Uzun müddətli fasilədən sonra və həmin maçda fərqləndi, hansı ki, onun özünə inamı üçün vacib idi. Amma yenə də bu maçda Qarabağın işləyən sol cinaha qarşı o nə edəcək, o da böyük bir sualdır. Bundan başqa əlbəttə ki, Sabahın ən böyük özəlliklərindən biri və biz komandaya üçün ayrıca videomuzda bunun haqqında geniş danışacağıq. Komandanın PPTA-idi, yəni nə qədər komanda intensiv pressing edir. Sabahda son 2 maçda Neftçi və Turanlı oyunlarda bu göstərici 8.5-dir. Həddindən artıq yaxşı, elitar göstəricidir deyək və eyni intensivlik Qarabağa qarşı olacaqmı, yoxsa yox? Yəni ən əsas məsələ Sabah topu üçün Qarabağla mübarizə aparacaq, yoxsa topu Qarabağa verib 2 nömrə oynamağa çalışacaq. Qarabağın çətinliklərindən biri əlbəttə ki, komanda hesabda irəli olduqda komandanın B planı yoxdur. Bildiyimiz kimi komandanın elə yeganə A planı bir növ Qurban Qurbanov, Hansi Flick, Pep Guardiola kimi dogmatik məşqçidir. Yəni o daima A planını işlədir və bu o deməkdir ki, Qarabağ hətta hesabda önə keçəcəyi təqdirdə belə eyni stildə hücum edəcək, yəni daha çox hücum futbolu oynayacaq və bu da arxada boşluqlar yarada bilər ki, Sabah ondan istifadə etsin. Və son olaraq əlbəttə ki, hava dueli də olacaq maraqlı bir məqamdır. Xatırladaq ki, Sabahın hər iki mərkəz müdafiəçisi çox hündür boyludur və maraqlı məqam ondan ibarətdir ki, ölü toplarda Kevin Medina mübarizələrin hər ikisindən birini udur və birini uduzur. Bu da hardasa ölü toplardan maça underdog kimi, yəni nəhəng bir komandanın qarşısında biraz balaca komanda kimi yaxınlaşan Sabah üçün ölü toplardan vurulan qollar çox dəyərlidir. Sonda sizin fikrinizcə maç hansı məcrada cərəyan edəcək? Kim bu maçdan qalib gələcək? Ən vacib sual, Sabah bu oyunu qazanıb faktiki olaraq qış çempionu ola biləcəkmi? Yoxsa Qarabağ taxtında təhlükəsizlikdədir? Siz öz şərhlərinizi bildirməyi unutmayın. Videonu bəyəndinizsə like düyməsini sıxın və kanalımıza abunə olun ki, komandaların ayrı-ayrı və başqa videolar gəldikdə onları buraxmayasınız.